Qəbələdə 50 yaşlı kişi dağda köməksiz qalıb. Hadisə rayonun Duruca şəlaləsinin yaxınlığında baş verib. Nazirliyin Şimal-Qərb regional mərkəzinin xilasediciləri əraziyə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən 1976-cı il təvəllüdlü İbrahimov Rövşən İbrahimoğlunun dağlıq ərazidə yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri aldığı və köməksiz vəziyyətdə qaldığı müəyyən edilib. Xilasedicilər köməksiz vəziyyətdə qalan Rövşən İbrahimova yerində ilkin yardım göstərib və çətin keçidli dağlıq ərazi ilə vətəndaşı təxliyə edərək təcili tibbi yardım briqadasına təhvil veriblər. Salyan rayonunda yol nəqliyyat hadisəsi baş verib. Qəza Ələt-Astara magistralının rayonun Quyuçu kənd ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, VAZ-2107 markalı minik avtomobili Mercedes Ateko markalı yük maşını ilə toqquşub. Hadisə nəticəsində minik avtomobilində olan Salyan rayon sakinləri 1986-cı il təvəllüdlü Zaur Ramazanov, 1981-ci il təvəllüdlü Zamin Həsənov və 1984-cü il təvəllüdlü Pərvin İslamov müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Salyan rayon mərkəzi xəstəxanasına çatdırılıb. Qeyd edək ki, qəzaya düşən şəxslər dost olublar və balıq ovu üçün yola çıxıblar. Faktla bağlı araşdırma aparılır.